Salam, Hikmət Ziyanın Qarabağda şeirinin təhlilinə baxaq. Görürük ki, şeir lirik növdədir. Lirik növdə yazılıbdır. Beşlik şəklindədir. Yəni misraları hər bənddə gördüyümüz kimi 5 misra var. Ona görə deyirik ki, beşlik şəklindədir. Daha sonra baxırıq. Deməli, qafiyə quruluşuna baxaq. Varıdır, gülüzarıdır, dağlardır. Deməli, necə olacaq? 3A. Daha sonra başqa deməli qönçələr, dincələr, bu da 2B elə bu şəkildə də gedir. Yəni ilk üçü bir qafiyələnir. Daha sonra ikisi isə bir qafiyələnir. Digər bəndlərdə isə baxın qönçələr, dincələr, dirçələr, dincələr. Yəni bunlar da elə B gedəcək. Yəni bu şəkildə olacaq. C, B, sonra D. Deməli D, deməli D, B bu şəkildə davam edəcək bütün bəndlər. Daha sonra Qarabağda sözü var burada. Qarabağda görürsüz 2 dəfə təkrarlanır burada. Bəndlərin sonunda təkrarlanan Qarabağda sözləri isə rədifdir. Daha sonra mövzusu, şeirin mövzusu təbii ki, vətən haqqında yazılmış bir şeirdir. Ona görə mövzusuna vətənin gözəlliyi. Daha sonra ideyasına isə, deməli, ideyasını görürük ki, Qarabağın gözəlliyindən danışılır. Yəni, tərənnüm əsasında yazılıbdır. Ona görə ideyasına deyə bilərik ki, Qarabağın gözəlliyi insanı valeh edir. Sonra Qarabağın əsrarəngiz gözəlliyi. Sonra Qarabağ Azərbaycanın döyünən ürəyidir. Və sair kimi ideyalar deyə bilərik. İndi gəlin şeirə bir-bir baxaq. Deməli, Qarabağ təbiətin sərvətidir, varıdır. Azərbaycan yurdunun solmayan gülzarıdır. Hüsnü yaşıl bağları, vüqarı dağlarıdır. Başqa ətirli açır qönçələr Qarabağda. Min ilin yoruğunu da dincələr Qarabağda. Deməli, burada Qarabağ təbiətin sərvətidir. Yəni, qiymətli bir nemət kimi qiymətləndirilir. Sonra Azərbaycan yurdunun solmayan gülzarıdır. Azərbaycan yurdunun solmayan gülzarı adlanır. Daha sonra hüsnü yaşıl bağları, vüqarı dağlarıdır. Hüsnü deyəndə yəni gözəlliyi, gözəlliyi yəni insanlara bir ruh verir. Başqa ətirlə açır qönçələr. Qönçələr də birisi nədir? O açılmayan gül tumurcuq olur, hələ açılmayan tumurcuq. Başqa ətirlə açır. O tumurcuqlar deyir Qarabağda başqa bir ətirlə açır. Yəni başqa bir gözəl qoxulu, gözəl iyli, yəni başqa bir cür açır deyir. Min ilin yorğunu da deyir Qarabağdakı bu gözəlliyi görsə dincələr. Bu bənddə biz görürük ki, həm təbiətin deməli, sanki elə bir ki, Qarabağ həm təbiəti ilə, həm də ki, təbiəti ilə, həm havası ilə, həm sərvəti ilə insanların könlünü oxşuyur, insanların könlünə rahatlıq gətirir. Daha sonra, sanki elə bir ki, tarix boyu, baxın, burada deyir ki, min ilin yorğununda dincələr Qarabağda. Sanki tarix boyu insanlar elə Qarabağda rahatlıq tapıbdır. Buradakı min ilin yorğunu deməli hissəsinə görə deyirik bunu. Sanki bütün çətinlikləri unudur, insanlar burada rahatlıq tapır. Dağların başında Şuşa zümrüd tacıdır. Daha sonra Bərdə Ağdam Füzuli daim qardaş bacıdır. Deməli, zümrüd tacı olan nədir? Şuşa. Sonra qardaş bacı olan nədir? Bərdə Ağdam Füzuli. Qəlbim bu xoş şeirlərin həmişə mühtacıdır. Hər daşını görənlər dirçələr Qarabağda. Min ilin yorğunu da dincələr Qarabağda. Bir dənə burada diqqət edin, bu min ilin yorğunu da dincələr Qarabağda görürsünüz bəndlərin sonunda. Bəndlərin sonunda min ilin yorğununda dincələr Qarabağda misrasına rast gəlirik. Təkrarlanan misra var. Təkrarlanan deməli misradan da istifadə olunubdur. Sonra burada nə demək istəyir?
Deməli, dağların başında, yəni Şuşanı görürük, yəni ən hündürdə yerləşir Şuşa şəhəri. Sonra, yəni burada bir növ qəlbim deyir bu xoş yerlərin möhtacıdır. Sanki burada o açılan deyir, səhərlər də bir başqa cür açılır. Sonra təbiəti hamısı bir yerdə gözəldir. Yəni Qarabağın hər bir bölgəsinin. İnsan sanki ruhu burada bir xoşbəxtlik tapır. Burada deyir ki, hər daşını görənlər dirçələr Qarabağda. Sanki insanın ruhu bir xoşbəxtlik tapır. Burada dirçələr sözü var, yəni canlanar. Yəni deyir, Qarabağın hər daşını görənlər canlanarlar. Sanki onların bədəninə yeni bir həyat gələr. Burada şəhərlərin görürük ki, biz birliyi var. Bərdə, Ağdam, Füzuli. Bunların birliyindən danışılır. Sonra köksündə hər qayası tarixləşib tunclaşan. Yenilməz abidəmdir yerdən göyə ucalan. Yaşı yüzü ötsə də yoxdur burada qocalan. İnsan ömrü çətin ki, köç eylər Qarabağda. Min ilin yorğunda dincələr Qarabağda. Burada bir növ Qarabağın uzun tarixinə işarə var. Köksündə deyir, hər qayası tarixləşib, tunclaşıb. Yəni tarixinə diqqət çəkibdir. Yenilməz abidəmdir yerdən göyə ucalıb. Sanki tarixlərə bir meydan oxuyub, yəni əsrlərə bir meydan oxuyubdur və yerdən göyə qədər ucalıbdır. Yaşı yüzü ötsə də yoxdur burada qocalan. Burada deyir, yaşı yüzü ötənlər belə burada qocalmır. Sonra insan ömrü çətin ki, burada deyir, yaşayanlar köç eləmək, ölmək istəmirlər. Yəni burada yaşayanlar, Qarabağda yaşayanlar ölmək istəmirlər. Min ilin yorğunda dincələr Qarabağda. Sanki Qarabağda deyir, rahatlıq tapar. Burada görürük ki, həm Qarabağ şəhərinin qədimliyi, deməli, tarixinə də bir növ işarə var burada. Eyni zamanda insanlara ruh verir Qarabağ. Necə səslər yetirib bu yerlərin havası. Doymursan dinləməkdən necə təzə avazı. Yəni bu yerlər necə gözəl səslər yetirib, burada ondan danışılır. Qulaqdan getmir bu an xoş musiqi sədası. Bülbül tək ötür hətta sərçələr Qarabağda. Min ilin yorğunda dincələr Qarabağda. Burada Qarabağın sanki bir musiqi beşiyi olmağına işarə var ki, Qarabağ deyir, neçə səslər yetiribdir ki, o xoş səslər insan qulağından getmir. Hətta deyir, sərçələr də burada bülbül kimi deyir ötür. Sərçələr belə bülbül kimi ötür. Min ilin yorğunda deyir dincələr Qarabağda. Yəni demək istəyir ki, Qarabağ hər zaman musiqisi və təbiəti ilə, gözəlliyi ilə insanların ruhunu oxşuyubdur. Sonra bu hissəyə baxaq. Burada deyir, hər kəs qonağa hörmətini bol eylər. Yəni buradakı insanlar qonaqpərvərdir. Şirin sözü, ləhcəsi, ürəkləri yol eylər. Oradakı insanların ləhcələri, insanların deyir, yəni o gözəl ləhcələrindən danışılır. Dünya gözəllərini qaməti ilə lalə eylər, beli üzükdən keçən incələr Qarabağda, min ilin yorğunda dincələr Qarabağda. Hətta deyir, o beli üzükdən keçən incələr Qarabağda var ki, onlar dünya gözəllərini qamətləri ilə, yəni duruşları ilə lal eyləyər. Min ilin yorğunu da dincələr Qarabağda. Bu bənddə həm Qarabağ insanlarının qonaqpərvərliyini, həm yəni ləhcələrinin şirinliyini, sonra orada yəni gözəllər haqqında danışılıbdır. Bu haqda məlumat gördük. Keçək digər bəndə. Bu yerdə Vaqifimin müqəddəs türbəsi var. Vaqifin türbəsi adı çəkilibdir Vaqifin. Vaqifin türbəsi var. Natəvanı Zakirin pozulmayan izi var. Görürük ki, burada sənətkarların adı çəkilib. Natəvanın, Zakirin. Üzeyrin nəfəsi, bülbülümün səsi var. Cabbar, Xan, Rəşid Səyid, Zülfü Zənguləsi var. Yetişibdir gör necə incilər Qarabağda. Min ilin yorğunu da dincələr Qarabağda. Sanki bu sənətkarlar var ki, deyir ki, bunların yaradıcılığı indi deyir Qarabağda
yaşayır bu adları çəkilənlərin. Bu adları çəkilənlərə diqqət edin sənətkarlara. Vaqifin, Natəvanın, Zakirin. Görürsünüz, deyir, sanki üzerində deyir, nəfəsi, bülbül də səsi yaşayır var burada. Gör deyir, necə incilər, necə gör sənətkarlar yetişibdir bu Qarabağda. Yəni Qarabağ torpağında necə sənətkarlar, necə gözəl sənətkarlar, böyük sənətkarlar yetişibdir. Ulu babalarımın min illik oylağı. Yəni qədim yaşayış yeri, ulu babalarımızın qədim yaşayış yeri. Doğmalardan doğmadır, hər aranı yaylağı, hər ananı yaylağı bizlərə doğmadır. Saflıq çeşmələridir. Turşsu, İsa bulağı, Turşsu və İsa bulağında adı çəkilibdir. Onlar saflıq çeşməsi kimi mənalandırılıb. Yəni təmiz sudur da, təmiz sudur. Turşsu və İsa bulağı. Havası qocanda gənc edər Qarabağda. Yəni Qarabağın havası qoca insanı da gəncləşdirər. O cürə saf havası var. Min ilin yorğunu da dincələr Qarabağda. Bu bənddə deməli bulaqların adını xüsusilə yadınızda saxlayın. Gözlərinə ağ gələr bu yerdən pay umanın. Kim ki deyir bura pis gözlə baxır, yəni buranı işğal etmək istəyir, onun gözlərinə ağ gələr. Yolunda qurban verər hər bir övlad canını, hər bir övlad öz canını bu Qarabağın uğrunda qurban verər. Döyünən ürəyidir doğma Azərbaycanın, deməli doğma Azərbaycanın döyünən ürəyi kimi mənalandırılıbdır. Gündüzlər Qarabağda, gecələr Qarabağda. Min ilin yorğunu da dincələr Qarabağda. Deməli, ümumi gördük ki, şeirdə tariximizi, deməli Qarabağın tarixi, mədəni irsi ilə zəngin olmağı vurğulanır. Sənətkarların adı çəkilir. Mədəniyyətin beşiği kimi, musiqinin beşiği kimi adlanır.